Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz izləyicilər. Hər vaxtınız xeyir olsun. Bəhsimiz Yamanilər barəsindədir. Əlbəttə bizim əsas bəhslərimiz qarşıdadır. Onların etiqadı və yanlış düşüncələri bəzilərini maraqlandırır. Onlar nəyə əsaslanıb danışırlar? İnşallah geniş bu mövzu barəsində, yəni onların etiqadları barəsində danışacaq. Lakin biz məsləhət gördük ki, ilk öncə bu Yəmani barəsində danışaq. Ümumiyyətlə, Yəmani kimdir? Bizim etiqadımız əsasən, yəni Yəmaniyə necə baxmalıyıq, etiqadımız nədir onun barəsində. Bu Yəmani ki, Həzrəti Məhdi salavatullah aleyhin zamanında, yəni onun zuhurundan öncə gələcək xüsusiyyətləri var. Bir neçə dənə xüsusiyyətləri var. İmam Baqir əleyhissalamdan rəvayət olunur ki, deyir ki, və xurucu rəculin, o qəti əlamətlərə işarə eləyir. Min vuldi əmmi Zeydin bil Yəmən. Yəməndə əmim Zeydin övladlarından bir kişinin çıxması. Deməli, bu şəxs Yəməndən çıxacaq, Sənəadan çıxacaq. Və kimdir? Zeydin nəslindəndir. Yəni, bilirsiniz də, özünüzdə Zeyd öz zamanında şərafətli, üstün şəxslərdən olub. Və İmam Baqir əleyhissalamdan da bir hədis də var. Deyir ki, və leysə fir rayati, bayraqların içində rayətun əhda min rayətil Yəmani. Yəmaninin bayrağından daha hidayət edici bir bayraq yoxdur. Hiyə rayətu hudan. Hudan, o hidayət bayrağıdır. Niyə? Li'ənnahu yəd'u ilə sahibikum. Çünki o sizi sahibinizə çağırır, dəvət edir. Və digər hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, həmən hədisdə təhdi iləl haqq, həqqə çağırır. Deməli, biz əgər baxsaq Yəmaninin xüsusiyyətlərinə, görərik ki, bu Yəmani Yəməndən çıxacaq, Yəmən Sənəadan çıxacaq və Əhl-i Beytin nəslindəndir, Zeydin övladlarındandır və həmçinin Xorasanidən ki, Xorasani da çıxacaq da, Xorasanlı və Sufiyanının çıxmağı ilə birgə çıxacaq. Birgə gələcək və qəti əlamətlərdəndir və o şəxs özü də çox fəzilətli insan olacaq, dəyərli bir insan olacaq, insanları haqqa dəvət edəcək. Bu xüsusiyyətlər var. İndi siz gedin, araşdırın, görün. Əhməd İsmail ki, əvvəl əlbəttə iddia edirdi, mən Yəmaniyəm. Gördü ki, Yəmaninin mərtəbəsi azdır. Biraz qalxmaq lazımdır yuxarı. Dedi ki, mən İmam Zamanın elçisiyəm. Daha sonra gördü ki, bu da azdır. Dedi ki, mən İmam Zamanın oğluyam. Və hətta axırda İmam Zaman iddiası da elədi. Dedi ki, mən Məhdiyəm. Yəni, onlara görə ötən verilişimizdə də qısa şəkildə işarə elədik. 13-cü Məhdi, bizim etiqad bəslədiyimiz Məhdi artıq zuhur eləyib, dünyasını dəyişib. Ondan sonra 12 dənə Məhdi gələcək. Əhməd İsmail birinci Məhdidir, ikinci Məhdi də Əbdullah Haşimdir. İndi isə gələk, bu ilk dəfə artıq etiqadlar gətirdi və bir növ təşkilat yaratdı, cərəyan formasına düşdü. İlk dəfə kimin zamanından oldu? Yəmani iddiası eləyənlər çox olub tarixdə. Amma məsələn, iddialiplər dünyasını dəyişiblər, bu qədər, bitib. Amma Əhməd İsmailin zamanında artıq elə ki, gəlib Yəmani iddiası elədi, bir növ himayə olundu və geniş şəkildə yayılmağa başladı. Siz baxsanız, İraqın əksər şəhərlərində, hətta Nəcəfdə onların rəsmi bir dənə mədrəsələri var. Kərbəlada, Samirrada və əlbəttə bunların əsas beşiyi Bəsrədir. Bəsrədən çıxıblar bunlar. Deməli, bu Əhməd İsmail Bəsri ki, özü də Bəsrəlidir, 1968-ci ildə dünyaya gəlib. Bunları bilməyimiz yaxşıdır ki, nə cür oldu bu, necə dünya. Və Bəsrənin kəndlərindən birində dünyaya gəlib. Bəsrədən əlbəttə təqribən 100 kilometr uzaqlıqda bir kənddə dünyaya gəlib. Artıq bunları deməyə o qədər də ehtiyac yoxdur.
Və daha sonra atasının adı İsmaildir, ona görə Əhməd İsmail kimi deyilir. İbnin orada silirlər. Anasının adı da Bəsinədir. Və qəbiləsi də ki, tanınmış qəbilələrdən olub. Qardaşı Səddamın dövründə, Səddam Hüseynin dövründə Səddama qulluq eləyənlərdən olub. Və Səddamın bir növ xəbərçilərindən sayılıb öz zamanında. Deməli, bu şəxs ki, qeyd etdiyimiz kimi 1968-ci ildə dünyaya gəlib, yəni hesablasaq, deməli 2002-ci ildə 32-34 yaşında bu şəxs başladı təbliğ eləməyə. Və ilk iddiası da bu oldu ki, mən Yəmaniyəm. O hədislərdə ki, gəlib İmam Zaman zuhur eləyəndən qabaq Yəmani gələcək, həmən Yəmani mənim. 2002-ci ildə. Bir müddət sonra, təqribən bir neçə il sonra dedi ki, yox, mən İmam Zamanın səfiriyəm, elçisiyəm və daha sonra da qeyd etdiyimiz kimi dedi ki, mən İmam Zamanın övladıyam. Bu nə vaxt baş verdi? 2002-ci ildə bilirsiniz də o Səddamın çevrilməsi vaxtında idi. Amerikanın İraqa hücum etdiyi ərəfələrə təsadüf eləyir. Artıq Səddamın son zamanları idi. Əhməd İsmail Səddam dünyasını dəyişəndən sonra, yəni çevriləndən sonra hakimiyyəti artıq öz qardaşı ki, Səddamın tərəfdarlarından idi, qardaşının köməyi ilə bəzi yerlərdə təşkilatlar yaratmağa başladı. Çünki əli çatırdı kök. İlk fəaliyyəti bu oldu. Açıq şəkildə çıxıb minbərlərdə bunu çatdırdı insanlara ki, mən İmam Zamanı yuxuda görmüşəm. Bu barədə biz geniş danışacağıq. Bunlar yuxuya çox etibar edirlər. Həddən artıq etibarlar. Hətta mən bir videoda baxdım. Abdullah Haşimə bir nəfər şəxs sual verir ki, mən yuxuda görmüşəm, mənim dişlərim tökülür. Və bəzi hədislərdə gəlib, kim yuxuda görsə dişləri tökülür, o şəxsin yaxınlarından kimsə dünyasını dəyişəcək. Bu belədir, yoxsa yox? Dedi, bəli, bu belədir, 100%. Yozur, görürsünüz, necə yozdu, yazıq bədbəxt oldu, o xanım idi özə sualı verən. Bunlar yuxuya çox önəm verirlər və hər bir şeyləri yuxu üzərində qururlar, hüccət bilirlər. Məsələn, yuxuda gördüm, belədir, tamam, belə olmalıdır. Təbii ki, biraz yuxu inandırıcı görsənmir də, əvvəl deyirdi ki, mən İmamzadə var, Seyyid Muhamməddir də məşhurdur. Ziyarətə gedənlər gedirlər. İmamzadə Seyyid Muhammədin elə ziyarətə aparanda onu da ziyarətinə aparırlar, zəvvarları. İmam Hadi əleyhissalamın övladlarındandır. Mən orada İmam Zamanı yuxuda gördüm. Daha sonra dedi ki, mənə İmam Zaman göstəriş verib, məmuriyyət verib. Göstəriş verib ki, mənim vəzifəm var. Vəzifəm budur ki, gedəm Nəcəfdə dərs oxuyam. Gördü, bəzi şeylər var, alınmır və müştəri az toplanır da insanın ətrafında. Dedi ki, yox, mən ümumiyyətlə İmam Zaman mənə elm verilib və mənim elmim lədunnidir. Yəni ilahidir. Mən heç dərs oxumağa ehtiyac yoxdur. Mənim dərsim, yəni Allah bu elmi verib mənə. Təhsilə ehtiyacım yoxdur. Ondan sonra bu şəxs gəlib dedi ki, mən İmam Zamanı yuxuda yox, elə özüm görmüşəm. Özü mənimlə danışdı. Və mən İmam Zamanın oğluyam və irs aparmışam. Bu lədunni elmi atamdan irs aparmışam. Və iddia elədi ki, hövzədə 3 dənə fəsad var. Mən, İmam Zaman məni təyin edib ki, bu fəsadlarla mübarizə aparım. Birinci fəsad maldır, pul məsələsidir. İkinci fəsad elmi fəsaddır. Üçüncü də əxlaqıdır. Ümumiyyətlə, mənim məmuriyyətim, vəzifəm budur ki, bu fəsadlarla, hövzə ilə mübarizədir. Ona görə siz baxsanız, onların çəkilişlərinə, verilişlərinə ancaq hövzədə olan alimlər onları vurmaqdır, onları azğın bir tayfa adlandırmaqdır. Və nəhayət Əhməd İsmail ki, 2002-ci ildə dəvətini eləmişdi. 3 il sonra təqribən, 3 ilə yaxında 2004-də, 2005-ə yaxın başladı açıq şəkildə təbliğin eləməyə. Yəni, sanki özünü Peyğəmbərə oxşadırdı da, Həzrəti Peyğəmbər. Həzrəti Peyğəmbər də 3 il məxfi elədi, gizlin. Bu da özünü ona oxşatsın deyə 3 il gizlin bu işi gördü. Daha sonra isə açıq şəkildə başladı eləmə və İraqın bütün yerlərində, Bağdadda, Nəzəfdə, Kərbəlada, Nasiriyyədə, Bəsrədə, İmarədə hamısında bunların nümayəndələri var
tərəfdarları var. İnşallah növbəti verilişimizdə Əhməd İsmailin tarixçəsindən işarə eləyərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.